Məsələdə keçirilmiş bu yaxınlardakı sammitin, elə adına baxsaq, regional sülh və təhlükəsizlik başlığı altında keçirilən sammit özü-özlüyündə bu məsələnin məhz geosiyasi bir turbulentliyin çərçivəsində nə qədər vacib olduğunu, yeni bir dünya nizamının formalaşması kontekstindən olduqca vacib olduğunu vurğulayır. Bunlar həqiqətən açar bir məsələlərdir. Serik ağa, yəqin bizi eşidirsiniz. Bəli, eşidirəm. Bəs Qazaxstanda hansı fikirlər səsləndirilib? Yəni sizin camiada, siyasi camiada, dairələr, siyasətçilər, mütəxəssislər məhz bu təşəbbüslə bağlı Azərbaycan hökumətinin məhz Azərbaycanda 2026-cı ildə hərbi təlimlərin türk dilli ölkələr çərçivəsində keçilməsi ilə bağlı nə düşünürsünüz? Bu zənimcə yeni bir eradır, elə deyilmi? Bəli, mən buna əməkdaşlığın yeni bir mərhələsi kimi baxıram. Yəni artıq ölkələrin, qardaş türk dilli ölkələrin türk soyda mədəni, ondan sonra iqtisadi əməkdaşlığa, siyasi əməkdaşlığa keçidindən biz artıq bu qradasiya inkişaf hərbi əməkdaşlığa doğru keçməkdədir. Amma bununla belə bizim prezidentin Prezident Tokayevin bir fikrinə istinad etmək istəyirəm ki, bu da bu məsələləri instituta hala gətirməyə ehtiyac yoxdur ki, biz qonşularda hər hansı bir narahatçılıq yaranmasın. Yəni, amma praktiki və de facto olaraq mən hətta deyərdim ki, bizdə bir növ bunun üçün ilkin, yəni hərbi ittifaqın yaradılmasının ilkin işıtıları mövcuddur. Yəni, dünyada baş verən gərginliklərin fonunda da biz öz təhlükəsizliyimə heç şübhəsiz ki, bizim ölkələr, ümumi türk dilli ölkələrin təhlükəsizliyindən söhbət gedir ki, gücləndirməliyik. Yəni, türk dilli ölkələrin məkanından söhbət gedirsə, bəli, bu bizim regionlarda təhlükəsiz olarsa, heç şübhəsiz ki, ölkələrimizin də rifahı da güclü olacaqdır. Bəli, Qazaxıstan prezidenti də, Tokayev də həmçinin məhz